Salam, xoş gördük dostlar. Bildiyiniz kimi dünən gecə Qədir gecəsi idi. Mən də bir çox müsəlmanlar kimi bacardığım qədər Qədir gecəsinin əməllərinə riayət eləməyə çalışdım. Qədir gecəsinin bir adı da Əhya gecəsidir, bilirsiniz. Əhya gecəsi, yəni oyaq qalmaq gecəsi, yəni ki, oyanmaq gecəsi. Bu nə deməkdir? Bu o deməkdir ki, yəni insanlar oyanmalıdırlar. Oyaq qalmaq təkcə gözlərin oyaq qalmağı deyil, yəni insanların cisimlərinin yatmaması demək deyil. Əhya gecəsi insanın həm cismani cəhətdən, həm ruhi cəhətdən oyanmağı deməkdir. Yəni insan oyaq olmalıdır. İnsanlar, müsəlmanlar cəmiyyətdə baş verən proseslərə qarşı, siyasətdə baş verən hadisələrə qarşı, gedən müharibələrə qarşı, Azərbaycanın özünü götürsək, Azərbaycan hakimiyyətinin gördüyü iyrənc siyasətlərə qarşı Azərbaycan xalqı oyaq olmalıdır bir mənalı şəkildə. Yəni, belə tək gecəni oyaq qalmaqla, namaz qılmaqla və yaxud hər hansı duaları etməklə kifayətlənmək lazım deyil. Düzdür, ibadət yaxşıdır, dua yaxşıdır. Amma bunun yanında insanların bəsirətinin açıq olmağı lazımdır. İnsanların qəlblərinin gözləri gərək açıq olsun ki, aldanmasınlar. Çünki Azərbaycan hakimiyyəti və dünyadakı bir çox rejimlər, bir çox hakimiyyətlər cəmiyyəti manipulyasiya eləyirlər, cəmiyyəti aldadaraq idarə eləyirlər. Eyni zamanda Azərbaycanda da onu kimi. Yəni İlham Əliyevin hakimiyyəti gördüyü bütün işlər, gördüyü bütün, apardığı bütün siyasət hamısı xalqın manipulyasiyası olmağı üzərindən davam eləyir. Baxın, Qarabağı hansı ruhiyyə ilə bizim cavanlarımız, igidlərimiz getdilər, aldılar. Amma nə oldu Qarabağ alınandan sonra? Düzdür, Qarabağ bizim canımızdır, ciyərimizdir. İgid oğlanlarımız vasitəsilə Qarabağ alındı, geri qaytarıldı. Amma sonra nə oldu? Dövlətin siyasəti nə idi? Dövlətin siyasəti əgər həqiqətən xalqı düşünmək olsaydı, bu xalqın qazilərinə lazım olan diqqət göstərilərdi. Əgər dövlətin siyasəti Qarabağ məsələsində xalq olsaydı, orada tikilən evlər, orada gedən proseslər xalqın mənafeyi naminə olardı. Dövlət İlham Əliyev bugün Qarabağda ancaq otel tikməklə məşğuldur. O otellər kimin nəyinə lazımdır? Yoxsa istəyir ki, dul qalan qızları, gəlinləri, qoca qadınları orada xadiməçi kimi işləsin. Necə ki, Azərbaycanda o cürdür. Yəni, bütün bu baş verən hadisələrdə insanlar oyaq olmalıdırlar. Baxın, Allah müsəlmanlara Qədir gecəsini nəyə görə buyurur? Tək oyaq qalmaq, ibadət eləmək şərt deyil. Həm də insanlar ayıq olmalıdırlar. Dünyada baş verən proseslər sizi aldatmasın. Azərbaycanda İlham Əliyev rejiminin, İlham Əliyev hakimiyyətinin və onun ətrafındakı murdar insanların siyasəti sizi aldatmasın. Bəziləri çıxıb mənə tərifləyirlər ki, İlham Əliyev onu elədi, bunu elədi. Azərbaycanda sülhdür, əmin-amanlıqdır. Mən həmişə deyirəm ki, Azərbaycanın sərvətinin 99%-ni xarici ölkələrə peşkəş eləyir İlham Əliyev. Bu da ona görədir ki, rahat hakimiyyətdə qalsın, heç kimin ondan işi olmasın. Bu da xalqı rahat şəkildə çapıb talaya bilsin. Yəni, həm şərqi susturur, həm qərbi susturur. Bütün o qonşu ölkələrin hamısına peşkəş eləyir Azərbaycanın neftini, qazını. Bunlar hamısı göz qabağındadır. Azərbaycanın neftindən, qazından Azərbaycan xalqına nə qədər gəlir çatır ki? Yoxsa uşaq pulu verirlər sizə? Hansı imtiyazlarımız var Azərbaycan xalqı olaraq? Azərbaycan xalqı olaraq Azərbaycanın yeraltı, yerüstü sərvətlərindən necə faydalana bilirsən? Bütün bu proseslər hamısı onu göstərir ki, İlham Əliyev rejimi Azərbaycanı məhv eləməklə məşğuldur.
Azərbaycanın bütün xarici siyasətini məhv eləyib. Azərbaycanda daxili cəhətdən Azərbaycan xalqını çökdürüb İlham Əliyev. Nə qazilərə baxan var, nə uşaqlara baxan var, nə yaşlılara baxan var, nə pensiyalarımız pensiyadır, nə sosial yardım normal qaydada verilir xalqa, nə uşaq pulu verilir. Heç bir tərəfdən Azərbaycan xalqının mənafeləyi naminə heç bir iş görülməyib. Ancaq Azərbaycan xalqının neftini, qazını, milyardlarını İlham Əliyevin məmurları xarici ölkələrə daşımaqla məşğuldur. Rusiyanın Xəzər dənizində ələ keçirdiyi gəmidəki o kilo olan qızıllar kimin idi, hara getdi? Azərbaycanın diplomatlarının, siyasətçilərinin Türkiyədə və başqa ölkələrdə hava limanlarında ələ keçirilən qızılları kimin pulu idi? O pulları kim çıxarırdı Azərbaycandan? Təbii ki, İlham Əliyevin məmurları çıxarırdı. İngiltərədə, Fransada müsadirə olunan o otellər kimin idi? Təbii ki, İlham Əliyevin yaxınlarının idi. Azərbaycanda hər hansı bir məmuru İlham Əliyev hakimiyyətdən uzaqlaşdırarkən birinci növbədə onu ləkələyir və ikinci növbədə onun əlində olan bütün varını, yoxunu Azərbaycan xalqından təbii ki, çapıb taladığı milyardlarla pulları İlham Əliyev yenə də qaytarır öz əmlakına keçirir. Yenə də qaytarır öz büdcəsinə. Ona görə də əziz müsəlmanlar, əziz Azərbaycan xalqı, bu Ramazan ayı, bu Qədir gecələri çalışaq ki, bizim üçün oyanış ayı olsun. Oyanış gecələri olsun. Təkcə yatmamaqla heç nə ələ gəlmir. Bu gecə çoxdur yatmayan insanlar. Amma Allah bizi həqiqətən ayılan, bəsirət sahibi olan və həqiqəti görən insanlardan qərar versin.